Bədəndə bildiyimiz bütün kimyəvi maddələr var və bədən onsuz da kimyəvi maddədən ibarətdir. Və kimyəvi maddələrlə də idarə olunur. Bir kişi eşqini etiraf etdiyində nəyə görə qadınlar bəzən tərs reaksiya verirlər, özünü qoruma mexanizmlə bürüyüb ona tərs reaksiya verir. İradə gücü dediyim kimi beynin ön hissəsi ilə, frontal lobla əlaqəli. Orada formalaşır iradə gücümüz. Qadın bir kişini istəyir və ətrafdakı insanlar isə buna mane olur. Hormonlarımızı hərəkətə keçirən, aktivləşdirən hansı davranışlarımız və ya düşüncələrimizdir? Öləcəyini yaşadığı müddətdə dərk edən yeganə canlı insandır. İlk görüşdə yaranan sevgi adətən adrenalin və dopamin hormonu ilə əlaqəlidir. Belə deyim ki, biz istəmədiyimiz bir şey deyəndə bizə qoyulan qayda-qanunlara zidd gəlmək deyil əslində azadlıq. Çünki qayda-qanunlarına zidd gəlmək də özünü bir çərçivəyə salmaqdır. Qadınlar seçirlər. Beynində əgər o varsa ki, mən bu insanı əldə edəcəm, kişi sadəcə ona yaxınlaşır. Beyində ya dopamin sistemi ona görə qurulur ki, bu şeylər insan öz öhdəliyinə buraxılmasın. Sual verdim ki, aşiq olduğumuzda bizim hormonal sistemimizdə bəzi dəyişikliklər olur. Latınca cerebellum adlanır, biz beyincik deyirik. Həmin hissəni yaradan genlər təxmini 650 milyon il əvvəldən formalaşmağa başlayır. Əsas olan həzz anlıq bir duyğudur və onun gətirdiyi o duyğuyu da biz xoşbəxtlik deyə adlandırırıq. Salam, xoş gəlmisiniz. Əsas özüm, əsas gözümə. Bugün çox maraqlı qonağımız var. Məncə özünü təqdim etsə çox yaxşı olar. Xoş gördük. Mən doktor Fərid Rəfbəyli, klinik biokimya üzrə ixtisaslı həkiməm. Eyni zamanda da neuroelm üzrə araşdırmalar aparıram. Sizin əslində bir çox videolarınıza baxdıq ki, maraqlı, çox öz beynimizi tanımaq üçün bir çox istiqamətlər verirsiniz ki, həqiqətən də məncə bu insanlara da maraqlıdır ki, bizim beynimizdə nə baş verir. Təbii ki, biz psixoloqlar bunu sırf onların gözündən baxırıq, amma elmi tərəfdən onların neurosistemində və yaxud da hansısa bir bilinçaltı deyil, şuuraltı deyil. Şuuraltında baş verən proseslərə sırf tam formada danışıb bu haqqda məlumat verən insanlar yoxdur. Düşünürəm ki, bir insan ilk əvvəl özünü bilməlidir, özünü tanımalıdır. Çünki biz deyək ki, 20 yaş, 30 yaş, hər nə qədər varsa, həyatda aldığımız təcrübələr sadəcə bu illərə əsaslanır. Amma bizim beynimiz daha qədimdən, məsələn, beyində cerebellum, beyincik, latınca cerebellum adlanır, biz beyincik deyirik. Həmin hissəni yaradan genlər təxmini 650 milyon il əvvəldən formalaşmağa başlayıb. Yəni bizim beynimizdə çox qədim bir insan var, qədim bir mexanizm var. Onun iş prinsipini, verdiyi qərarları nəyə əsaslandığını bilsə, düşünürəm ki, insan öz həyatını istədiyi kimi rahat, azad yaşamaq şansı əldə edə biləcək. Rahat, azad yaşamaq dediniz. Bəs bunu siz necə tanımlayırsınız? Bayaq danışdığımız kimi azad seçim, azad iradə, yəni əgər mən biləndə ki, əgər bunu içmək istəyirəmsə, bu istək mənim beynimdə artıq bir neçə saniyə əvvəl formalaşıb. 1980-ci ildə doktor Libet adlı bir nevroloq səhv eləmirəmsə, apardığı bir təcrübədə, təcrübəni qısaca deyəcəm. Deməli, belə bir təcrübə apardı. İnsanların etdiyi hərəkətləri EEG cihazı ilə ölçməyə çalışdı. Təcrübə çox sadə idi. İnsanlar istədiyi vaxt qarşısına qoyulmuş düyməni basmalı idi. Eyni zamanda saniyə ölçənlə də bu hərəkətləri ölçdülər və EEG cihazı ilə dediyim kimi insanlar istəyərək düyməyə basmazdan saniyənin 1/10 qədər əvvəl artıq beyində həmin hərəkəti yerinə yetirmək üçün bir fəaliyyət başlamışdı. Geri dönülməz bir fəaliyyət başlamışdı. Yəni biz istəyərək, ürəyim istədi, ürəyim istədi, belə elədim, bu hərəkəti elədim. Bunu eləməzdən əvvəl artıq beynimizdə həmin hərəkətin icrası planlanmış olur. Hətta başlamış olur. Sadəcə biz doktor Libetin də dediyi kimi bu insanın azad iradəsiz olmadığı demək deyil. Amma biz həmin hərəkəti dayandırmaq gücünə sahibik. Bu da ancaq mən dediyim kimi bilgi ilə, məlumatla ola bilər. İradə gücü ilə o zaman. O zaman belə başa düşdüm ki, azad olma istədiyimiz bir şey deyil də, istəmədiyimiz bir şeyləri də rahatlıqla seçməyimizdir də o zaman. Biz istəmədiyimiz bir şey deyəndə bizə qoyulan qayda-qanunlara zidd gəlmək deyil əslində azadlıq. Çünki qayda-qanunlarına zidd gəlmək də özünü bir çərçivəyə salmaqdır.
Çünki orada sənin referansın yenə sənə qoyulan bir qayda qanundur. Yenə də sizin dediyiniz kimi özünü nə zaman ki yaxşı bilib tanıyacaqsan da özünün seçdiyin, sənin iradənlə seçdiyin o həyat tərzi var ki, onlar da sənin o zaman azadlığın dediyiniz. Amma bir dənə də sizə bir sual verim, çox maraqlıdır mənim üçün. Siz dediniz ki, beynimizdə belə bir proses başlayır ki, biz bir şeyi əslində etməmişdən qabaq o istək beynimizdə yavaş-yavaş o hissə aktiv olmağa başlayır. Eyni şey də biz bir şeyi istəmədiyimiz təqdirdə də aktivləşirmi? Yəni bir şeyi istəməmək də əslində bir istəkdir. Əgər bir insan özünü bilmirsə, verdiyi qərarların nəyə əsaslandığını bilmirsə, o demək olar ki, iradə deyil, bu tam olaraq iradə deyil, sadəcə azad deyil. Seçimləri azad deyil. Məsələn, deyək ki, əgər mən bu çayı yenə bayaqki söhbətimizə kimi, mən deyək ki, bu çayı istəyirəmsə, içmək istəyirəmsə, bunu birinci dayanıb baxaram. Yəni, hər şeyə belə xırdalıqlarına qədər getməyə də ehtiyac yoxdur. Məsələn, nəyə görə həmin çayı istəyirəm? Əgər hüceyrələrimin suya ehtiyacı varsa və bunun görünüşü, ətraf mühit və s. bunu mənə içməyim üçün bir şey deyirsə, bir yanaşması varsa, onda mən bunu istəyəcəm. Amma o istəmək də yenə məndən asılıdır sizcə. Yəni onu mən özüm istədim. Yaxşı, o zaman belə deyək. Sizin dediyiniz kimi bir insan bir şeyi, yəni Rüyəli xanımın sualını biraz eləyək, ilk deyək. Yəni bir insanın bir şeyə çox böyük istəyi var və ona çatmaq istəyir. Misal çəkək, nə bilim, hal-hazırda ən böyük problemlərdən biri. Bir qadın bir kişini istəyir və ətrafdakı insanlar isə buna mane olur. Bir səhnə, bir şey, film çəkir. Bir səhnəcik kimi. Və bu qadın nə istədiyini bilir özlüyündə. Deyir ki, mən bu insanla evlənmək istəyirəm, həyatımı qurmaq istəyirəm, misal çəkirəm də, yəni bu insanla bir ömrü yaşamaq istəyirəm. Və ətrafından ona təzyiqindən və deyir ki, bu mənim özümün şəxsi iradəmdir və mən bunu seçmək istəyirəm. Bu insanın həqiqətən tamam, təbii ki, burada hormonal proseslər də var. Burada nə bilim, insanların, hər bir insanın zaten hormonal bir proseslər var. Özüm elə sevgi misalını çəkdim ki, burada serotonin də var falan. Yəni, ən pik səviyyədə olan hormonların təsirindən söhbət gedir. Bu insanın öz iradəsi ilə mi seçib bu insanı? Təbii ki, burada cəmiyyətin keçmişdə olan uşaqda ata-ana modellərinin, indi biz biraz da psixologiyaya girdik, bunların da təbii ki, təsiri var. Amma bu adam deyir ki, mənim iradəmdir, mən seçmişəm. İndi sizcə bu adamın iradəsi, yəni özünü kontrol deyil də, yəni bu seçim deyil, talih deyil. Talihdirmi, iradəsidirmi? Yoxsa sırf illüziya deyirik də, şuur altının bir illüziyasıdır mı? Bu sualı belə cavab verim. Birinci, çoxalma haqqında danışmaq istəyirəm. Canlılığın birinci şərti çoxalmadır. Ona görə də əgər bu qədər önəmli bir şərtdirsə, deməli bütün beyin sistemi onun üzərində qurulub, çoxalma üzərində qurulub. İndi heç kim danışmışam, amma heç kim soruşmayıb ki, niyə çoxalma əsas şərtdir? Nəyə görə ola bilər ki, canlılığın birinci şərti çoxalmaq olsun? İz qoymaq yerin həyatda tasdik etməyimiz, zaten doğulmağımızın səbəbi budur. İz qoyma. Yox, artıb çoxalmaq, bu məsələn deyək ki, bu bitkilərə də aiddir, artıb çoxalmaq. Onlar çox gümankeri bir şey düşünmürlər ki, mən iz qoymalıyam, nə bilim bu ağaca bir şey olmalıdır, bu adımını almalıdır və s. Elə bir şey düşünmürlər. Çoxalmaq, canlılığın birinci şərti ona görə çoxalmaqdır ki, dəyişən təbiət şəraitinə uyğunlaşa bilsinlər. Ancaq bu halda həyatda sağ qala bilərlər. Məsələn, deyək ki, okeanlarda turşuluq, pH bir qədər artsa, azalsa, birinci dəniz canlıları, balıqlar və s. sonra insanlar məhv olarlar. Və yaxud da havanın temperaturu biraz dəyişsə, məsələn 60 dərəcə olsa, hamımız ölərik, düzdür. Amma çoxalmaq, nəsil artırmaq, genləri davamlı olaraq dəyişdirmək prosesi o halda həmin təbiət dəyişənliyinə uyğunlaşa bilər. Təbiət çox şükür ki, birdən-birə dəyişmir. Yavaş-yavaş bir müəyyən bir zaman lazımdır ki, təbiət dəyişsin və həmin dəyişikliyə ancaq bu nəsil yox, növbəti və növbəti, ancaq bu halda adaptasiya ola bilməkləri mümkündür. Ona görə də canlılığın əsas şərti genlərin sonrakı nəslə ötürməkdir. Məqsəd bu genlər
məndə qaldı, ya nə bilim başqa bir adamda qaldı. Məqsəd o deyil. Məqsəd ümumi bir canlılıq, bir gen var. Həmin genlərin həyatda qalması. Yəni Davam məxsus etdirmək bir olduğu şey. adamın əli, nə bilim Murad və salam, onların bir önəmi yoxdur. Əsas odur ki, genlər həyatda qalsınlar. Əslində bu təbiət illərdən deyək də keçmişdə bir ən böyük problemlərdən uzun ömür, yəni ölməməyin sirri kimi bir şey deyilmi? Evet. Sanki nə dərsiniz, yəni genimizi öldürməyimizin əslində təməlində yatansa ölmək istəmirik. Bu psixoloji yanaşma ola bilər. İnsan onsuz da ölümü bacardığı qədər yubatmaq istəyən bir canlıdır və yaşadığı müddətdə də öləcəyini dərk edən yeganə canlı insan olduğuna görə həm öləcəyini bilən, həm də həzin bitəcəyini bilən yeganə canlıdır. Ona görə də ölümü yubadan, nə bilim, onun həmin narahatlığı aradan qaldıran nə varsa əldə etməyə çalışır. Rüyələ xanımın verdiyi suala bax, burada da istəyirsinizsə o deyirik, addım irəliləyiriksə, və burada da İradə gücündən danışsaq, məsələn, bir şeyə qarşı dirəncimiz, istəmədiyimiz şeyi necə seçmək, necə ona yox deyə bilək? İradə gücü həmişə deyirik ki, əzəli gücü kimi tükənə bilən bir gücdür. Bir misal verim. Bilmirəm, maşın sürürsüz yoxsa yox. Sürürsüz maşın. Deyək ki, buradan rayona getmək üçün, məsələn, 500 kilometr yol gedəcək. İnsan birinci dəfə yola çıxanda hər şey çox sakit, çox qayda qanunla, təmkinlə, səbirlə sürməyə çalışır. Amma fikir vermirsə, çata-çatda insanda bir tələskənlik yaranır. Əgər bir şeyə ehtiyacımız varsa, yuxuya, yeməyə, nə bilim, suya, istənilən bədənimizdə bir şeyə ehtiyac varsa, bu bizim iradə gücümüzə təsir edir. İradə gücü, dediyim kimi, beynin ön hissəsi ilə, frontal lobla əlaqəli. Orada formalaşır iradə gücümüz və bunu da formalaşdıran yaşadığımız hekayələrdir. Burada bir şeyi elə etməmək üçün iradə gücümüzdən müəyyən qədər istifadə edə bilərik. Məsələn, çayı içməmək üçün. Əgər mən bunu ömür boyu iradə gücümlə istifadə eləyərək bundan imtina edəcəmsə, təəssüf ki, o mənim elə də çox köməyimə gəlmir. Əgər bir şeydən imtina eləmək istəyiriksə, əgər bizim üçün bu şey biliriksə ki, zərərlidir, bunun necə yarandığını, bu istəyin beyində necə yarandığını bilməliyik. Yəni, necə formalaşırsa bu istək. Məsələn, acılığı götürək. Əgər hüceyrələrimdə enerji ehtiyacı yaranırsa, qrelin hormonu ifraz olunur və qrelin hormonu da insana acıq hissi yaradır. Beyində insanın acıq hissini qrelin hormonu yaradır. Və eyni zamanda kortizol da sintez olunur ki, bu da insanı həmin qidanı əldə eləməsi üçün bir şeyə məcbur edir. Təkamüldən baxsaq, ovçu bir beyin əgər acıbsa, gedib heç bir heyvanın üstünə hücum edib onu öldürmək istəməz. Amma bilirik ki, insan ac olanda narahat olur, əsəbi olur, stresli olur və onu o mübarizəyə hazırlayan hormondur. Yəni, bu gündəlik həyatımızda da hiss edəcəyimiz, görə təcrübə edəcəyimiz bir şeydir. Əgər bir şeyə ehtiyacım varsa, mənim iradə gücüm onsuz da azalır. Əgər fikir vermişsə, insan ac olanda səbirsiz olur, tələskən olur, stresli olur, əsəbi olur. Çünki iradə gücü frontal kortekslə əlaqəlidir. Bu da daha çox şuurla əlaqələndirdiyimiz bir şeydir. Əgər şuuraltımızda bir ehtiyac yaranırsa, biz artıq şuurumuzdan elə də çox istifadə edə bilmirik. Səbəbi nə ola bilər? Nəzərə alsaq ki, beynimizdə bayaq dediyim kimi milyon illər ərzində formalaşan bir təkamül var, dəyişənlik və s. var. Şuuraltımız bu zaman ərzində daha çox söz sahibidir. Çünki ilk əvvəl şuuraltı formalaşıb, insanda şuur sonradan yaranmış bir şeydir. Ona görə də bir qərar qəbulunda şuuraltımız daha çox söz sahibidir. O zaman bayaq Rüya xanımın çəkdiyi misala uyğun, əgər bir qadın bir kişini arzuluyur, amma bütün hər kəs ona qarşı gəlirsə, yenə də onu seçirsə, o zaman burada demək ki, şuuraltısı daha çox işləyir. Amma zaten birini seçdiyimizdə şuuraltımız bizim yerimizə qərar verir də. Düzdür. Əslində bu çox mürəkkəb bir misal idi. Amma yenə də bunu mürəkkəbliyi biraz sadələşdirsək, əgər həmin insan bilsə ki, onu nə üçün seçir, dedi ki, canlılığın əsas şərti çoxalmaqdırsa, deməli, beyin impulsiv olaraq çoxalmağın üzərində qurulub, həm də impulsiv, yəni dürtüsəllik olaraq. Bir insanı ilk dəfə görəndə ilk görüşdə sevgi deyilik, xoşlanma deyilik və s. Ola bizim qərarımız çox güman ki, deyil. Yəni, belə çox sərt də danışmaq istəmirəm, biraz psixoloji şey yaratmaq istəmirəm, amma
bayaqki Libet təcrübəsindən də gördük ki, insanın öz qərarı deyil. Biz nitq insanda Homo sapiensdən bu tərəfə daha çox inkişaf eləməyə başladı bu son 300 min il ərzində. Amma o vaxta qədər biz indi də başqa heyvanlarda da görürük ki, onlar bədən dili ilə bir-birlərinə məlumatlar ötürürlər və biz də o cür olmuşuq. Bədən dili məlumatlarını qarşı tərəfə ötürmüşük. Üç simmetriyası, gözlərin rəngi, duruşuğu, nə bilim yeriməyi və s. bədən hərəkətləri. Biz qarşımızdakı insanla məlumatları bu cür alırıq əslində. Yəni nitqdən çox bədən dilindən alırıq. Ünsiyyətimizin də bir çox faizini, daha çox faizini bədən dili, daha sonra nitqdir, daha sonra. Bir insanı ilk dəfə görəndə dediyim kimi, ilk görüşdə sevgi belə hormonların, həmin bədən dili və s. bunun nəticəsində yaranır. Ola bilər ki, qarşı tərəfdən hər hansısa birində hormonal balansı yaxşı olar, pis olar. O digər tərəf onsuz da onu hiss edəcək. Məsələn, biz həmişə deyirik ki, danışırıq. Qadınlarda ovulyasiya gününün 10-11-ci günlərində onlar daha çox dişili siqnalı ötürürlər. Bunu da kişi beyni onsuz da qəbul edir və qadın beyni də kişidə testosteronu ölçə bilir. Necə ölçür? Testosteron tüklənməni, bir də əzələ inkişafını artırdığına görə, ona görə kişilər sinələrini açmağa, çiyin genişliyini və s. göstərməyə daha meyilli olurlar. Qadın beyin, kişilər şuuraltı olaraq qarşı tərəfə testosteronu göstərmək istəyir. Bu heyvani bir davranışdır əslində. Ya heyvani deyəndə biraz pis başa düşülür adətlər. İlkin insan Primat bir proses. Primat beyin. Onsuz da bizdə hələ də primat beyni var. Yəni kişi beyni qarşı tərəfə testosteronun səviyyəsini bu cür göstərmək istəyir. Onu da danışıqla yox, bədən dili ilə ötürürlər. Bizim aşiq olduğumuzda bizim limbik sistemimiz daha çox devrəyə girir də, düzdür? Biz bayaq danışırdıq verilişdən əvvəl, yadınızdadırsa, aşiq olduğumuzda limbik sistem hərəkətə keçir və ilk bizdə, hətta mən dedim ki, kortizol yüksəlir. Kortizol yüksəlir daha çox qadınlarda özünü qoruma mexanizması olaraq. Buna da misal çəkdim ki, hətta bəzən bir kişi eşqini etiraf etdiyində nəyə görə qadınlar bəzən tərs reaksiya verirlər, özünü qoruma mexanizminə bürüyüb. Ona tərs reaksiya verir. Kortizol yüksəlir. Eyni zamanda dopamin yüksəlir, amma serotonin aşağı düşür. Doğru deyilmi? Və siz dediniz ki, davamını gətirdiniz ki, oksitosin də yüksəlməyə başlayır. O zaman biz həm xoşbəxt hiss edirik özümüzü, həm də özümüzü narahat hiss edirik. Bunu izah edə bilərsiniz, sizə ötürüm. Bu hormonlar həqiqətən də doğrudurmu ki, bir müddət sonra azalır? Biz bu hormonlara eşq deyirik, sevgi deyirik. Məncə sevgi fərqlidir, eşqdən fərqlidir də. Amma bunun da müddəti həqiqətənmi 3 ildir? Və yaxud biz onu canlı tuta bilərikmi həqiqətən də o hormonlarımızı filan? Bayaq dediyim kimi, bədən bu dünya ilə əlaqəyə keçməyimiz üçün bir aparatdır və hormonlar tərəfindən idarə olunur. Bədəndə bildiyimiz bütün kimyəvi maddələr var və bədən onsuz da kimyəvi maddədən ibarətdir və kimyəvi maddələrlə də idarə olunur. Bunlardan biri də hormonlardır. İnsanda 30-a qədər təxminən hormon var və bayaq danışdığımız kimi, siz dediniz ruh, zehin və s. bədəndən ayrı tutulmamalıdır. Həqiqətən də o cürdür. Zehin bədəndən ayrı tutulmamalıdır. Əgər mənim deyək ki, bədənimdə bir stres varsa, onsuz da mənim zehnimə çıxacaq. Adicə mən ac olanda, bədənimin enerjiyə ehtiyacı varsa, mən zehin olaraq özümü narahat hiss edəcəm. Ya və yaxud da ağrı varsa və s. Yəni, bədəni zehindən ayrı tuta bilmərik, həmçinin də zehnimizi bədənimizdən. Və dedik ki, çoxalmaq canlılığın ilk şərt olduğuna görə və beyin də bu çoxalma üzərində qurulduğuna görə, ilk görüşdə yaranan sevgi də, deməli, avtomatik şəkildə həyata keçiriləcək. Deməli, avtomatik şəkildə bu proseslər həyata keçiriləcək və bunu da nələr idarə edəcəklər? Hormonlar. Adrenalin, serotonin hormonda, adrenalin, serotonin, oksitosin və s. İlk görüşdə yaranan sevgi adətən adrenalin və dopamin hormonu ilə əlaqəlidir və tək bu hormonların çıxmasına nə səbəb olur? Qarşı tərəfdən bədən dilindən aldığımız məlumatlar, məsələn, genetik məlumatlar ola bilər. Biz qarşımızdakı insanı genetik olaraq da tanıya bilirik. Instagramda paylaşdığımız sarı saç misalındakı kimi bir insan özünə ən uzaq genləri tanıma qabiliyyəti, bir insanda özünə uzaq olan genləri tanımaq qabiliyyəti var. Məsələn, deyək ki, gözlərin rəngindən, dərinin rəngindən və yaxud da saçın formasından
biz onu şuurlu şəkildə heç vaxt təsəvvür edə bilmərik ki, məsələn, qabağımızdakı insanın saçı qıvrımdırsa, deyə bilmərik ki, bu bizə genetik olaraq uzaqdır. Bunu şuuraltı beynimiz bu prosesləri analiz edir və şuurumuza bir nəticə çıxarır ki, yaxınlar, uzaqlar, münasibət qoruya, dost ol, sevgili ol, hər nəsə. Deməli, belə bir təcrübə aparmışlar Amerikada. Basketbolçu kişilərə pambıq köynək vermişlər. Məsələn, deyək ki, 10 nəfər təcrübəçi basketbol oynayan kişiyə 10 dənə pambıq köynək verdilər və oynadılar. Sonra pambıq köynəkdə tər özünü saxlaya bilən şeydir. Sonra bunu fərqli 10 dənə xanıma göstərdilər. Təbii tərlə bilim. Bütün xanımlar şuuraltı olaraq özlərinə ən uzaq gen olan köynəyi seçirlər. Bunun fermonları deyirik. Hətta bunun ətrafından qazandıqlar və bu haqqında çox bir məlumatımız da yoxdur. Ümumiyyətlə, mənim görməkdə bir məlumat deyildir. Şuuraltı seçim və şuuraltı genetik seçimlərə əsaslanır. Yəni hormonlarımızdan əlavə öncə şuuraltı genetik seçimlərimizlə elə mi seçirik? Və ümumiyyətlə bir insanın genetik, məsələn, öpüşmə vaxtı burun ətrafından, dodaqdan bilirik ki, dodaq qısmının hüceyrələri çox olduğuna görə hissiyat da çoxdur. Ona görə adicə öpüşmə zamanında insanlar bir-birlərinin genetik məlumatlarını öpürürlər və beyin onu dəyərləndirir. Yəni, beyin bu cür çox mürəkkəb, çox qəribə bir orqandır. Başa düşmədik, biz hələ də öyrənməyə çalışırdığımız və müəyyən qədər də öyrəndiyimiz məlumatlar çoxdur beyində. Və həqiqətən də öyrənəndə çox maraqlı, çox qəribə şeylərlə qarşılaşdıq. Yəni, bir insanlar biz yox, bizdən əvvəl şuuraltı beynini seçib. Əgər onunla ailə həyatı quracaqsa, xoşlanırıqsa, seviriksə, hər nədirsə, birinci şuuraltımız onu seçir. Adətən birinci baxacaq ki, genetik olaraq özümə güzartlı yoxsa yox. Ola bilər ki, ilk görüşdə xoşlanmaz, bəyənmə və s. bu halları da səbəb qarşıdakı əgər seçəcək qadındırsa, kişi qadın seçirsə, əgər onun obyektiv günü 11-ci 14-cü arasındadırsa, ona daha çox cazibədə bir cazibədən gələcək. Bunun səbəbi həmin obyektiv günləri arasında qadına daha çox dişili siqnalda ötürürlər qarşıda. Çünki cütləşmək üçün o periodda daha çox cəlb edici olurlar. Çünki şuuraltımızda var ki, qonlarımızda biz cütləşməliyik. Əslində yaxşı taktikadır ki, xanımların Bəli. qarşı tərəfi diqqətini çəkmək üçün o günlərdən istifadə etmək. Qadınlar adətən 11-ci, 14-cü günlər arası daha çox istekli olurlar. Onu da Amerikada aparılan bir barda aparılan qadınlar üzərində təcrübə ediblər. Daha çox istekli olurlar. Sonraki günlərdə artıq yumurta üzəri bilirik ki, müddət özünü təmizləyir və həmin müddətdə artıq əlaqə istəmirlər. Onun səbəbi başqa infeksiyalardan məsələn qorunmaqla əlaqədir. Onda daha çox əsəbi olarlar, daha çox hətta qanatlıq reaksiya verə bilərlər. Hətta belə bir şey var idi. Qadınlar xoşbəxt keçmək onları çox kiçik şeylərdən belə olmalıqdır. Həmin günlər arası xoşbəxt ola bilirlər. Amma sonrasında çox qarışıq reaksiyalar verirlər və onu müəyyənləşdirib belə onu. Bax, söhbət edirik ki, biz apardığımız təcrübələrin hamısını dəyişik sıçanlar üzərində, başqa heyvanlar üzərində, qadınlar, dişli heyvanlar üzərində təcrübələri demək olar ki, heç kimi qalmır. Çünki onlar heç kimi heç olmaz istərlər o çətinlikdir. Çünki çox dəyişən olurlar. Həm qorğular, həm davranışlardan çox fərqli şeylər göstərirlər, ona görə istəyirlər. O da bu taktikdə qadınlar yox, kişilərə daha çox lazım olacaqdır. Hansı günləri onlara. Biz danışaqlar, kişilər üzərində danışırıq, çünki qadınlar çox müvəkkəldir. Onlarda çünki müəyyən bir qədvət var, ona görə onu tutmaq olur. Bəli, cütləşmə düzlü istifadə etmək, amma bunu insanlar istifadə etmir. Yəni, prosta o biraz dəyişiklik onu dəyişdirə bilərik. Təbiətdə olsa görürük başqa heyvanlarda, məsələn, şimpanzeləri də beynlər və onu var deyilən beynlər və s. var. Onlarda görürük ki, məsələn, dişi əgər ovulyasiya üçün hazırdırsa, qarşı tərəfə müəyyən siqnallar ötürür. Yoxsa onlar mesajlaşmırlar, yəni bir-birlərinə məktub göndərmirlər. Yəni, qarşı tərəf onsuz da bunu hiss edə bilir, başa düşür. Əslində çox Bədəndə də dəyişikliklər olur. Məsələn, bir məlumatda bir tədqiqatdan görə qadınlarla ovulyasiya günündə qulaq heyvanları simmetrikləşir.
kişi beyni buna heç vaxt baxıb deyə bilməz ki, bu qadının qulağı simmetrikdir. Deməli, nə bilim, hazırda məsələn, bunu müəyyən edib, bunu şuuratı müəyyən edib. Və bunun da səbəbi deyil ki, çoxalmaq beyin üçün əsas prinsip olduğuna görə, canlıların əsas məqsəd olduğuna görə bütün bədən, hətta bir kitabda oxumuşdu, Dördsünün Cavan kitabında, biraz qəribə gəlmiş. Bu həyatda biz nə ediriksə, nə içiriksə, nə də işləyiriksə, işə gediriksə, və hamısı genlərimizi ötürmək və ötürdüyümüz genləri qorumaq üçündür. Sual verdim ki, aşiq olduğumuzda bizim hormonal sistemimizdə bəzi dəyişikliklər olur və bunun bir ömrü olduğunu deyirlər. Həqiqətən də bunların bir ömrü varmı? Yəni bir müddət sonra hormonlarımız yəni yerinə düşdükdə bizdə o istək, o arzu, o şəhvət azalırmı ya da ki bunu uzatmağın həqiqətən də bir yolu varmı? Çünki bəzi cütlüklərə soruşursunuz, deyir ki, mən indiyənə kimi də ona aşiqəm, illər keçsə də. Əgər bunu canlı tutmağın bir yolu varmı o zaman? Var. Müddətlə ki, var. Buna gecəçi təyyübçü də azalır, onun səbəbini deyil. Bunun valideyn investisiya nəzəriyyəsi ilə başlayır. Psixologiyada belə bir şey var. Hansı fərd imkanı üçün daha çox enerji sərf edirsə, o daha çox seçici olmalıdır. Qadın uşağı böyüdür, hamıları müddətlə doğulur və s. Elə hamısı çox enerji sərf edilməyə görə. Qadınlar təbiətdə daha seçici olurlar. Amma kişilər seçici olurlar. Çünki sperm hüceyrələrdə belə gəlməsi üçün çox cüzi enerji lazımdır. Yəni beynimizin də məqsədlərindən biri enerjini qorumakdır. Nəyə görə? Çünki qıtlıqlar dünyasında, yoxluqlar dünyasında yaşadığımız üçün qida çatışması bir şeydir. Ona görə qadınlar seçici, kişilər isə daha çox seçici deyil. Ona görə qadınlar təbiətdə daha çox seçici olaraq formalaşırlar. Və canlılığı da həmişə ümumiyyətlə qarşıda çox sözlər istifadə edir. Canlılığın əsas məqsədi çoxalmaqdırsa və kişi beyni daha çox genləri ötürmək üzərində faydalanır. Çünki həm də az enerji sərf edir. Xəyanətlərin məsələn səbəbi bundan ortaya çıxır. Yəni əslində biz qadınlar daha hər zaman düzdür, biz də qadınıq, amma hər zaman kişilər deyir ki, mən səni seçdim, biz, yəni daha doğrusu qadınlar özünü etiraf eləmək istəmirlər ki, hə mən əslində istəmirdim, sən yaxınlaşdın, amma həqiqətən elədir, qadınlar seçirlər. Beynində əgər o varsa ki, mən bu insanı əldə edəcəm, kişi sadəcə ona yaxınlaşır. Amma elə bilir ki, ilkin addımı o atdı. Əslində o addım. Yəni münasibəti başladan qadındır. Biz bunu təbiətdə də görürük ki, erkək fərd, yəni erkək bir heyvan qadını ələ keçirmək üçün, yəni ona xoşuna gəlməsi üçün müəyyən bir performanslar sərgiləyirlər. Quşların rəqsi da bəli rəqs edir. Bunu insanlar üzərinə gətirəndə təbii kişilər həqiqətən də bir qadını əldə etmək üçün o göstərdikləri hədiyyələr və düzdür, qadınlar onu biraz fərqli başa düşür və yaxud da ki, məni əldə etmək üçün yəni ki, məni manipulyasiya edir falan deyirlər. Amma bu bizim onsuz da kodlarımızdan gələn bir şey, doğru deyil. Deməli, təbiətdə tovuq kuşu misalını götürsək, tovuq kuşu dişilərində görürük ki, erkəklərdə bir metr, 2 metr buyruqları olur. Erkək dişi tovuq kuşu meyvəni seçə bilirsin. Rəngarəngli ya da o səhv etmirəmsə ki, ancaq kişilərdə var, dişilərdə heç o uzun heyvanların demək olar ki, hamısı erkəkləri daha gözəl olur. Yəni tovuq kuşu misalından götürsək, tovuq kuşu dişisi fikirləşmir ki, bunu gözəldir. Mən bununla şəkil çəkib Instagramda fikirləşmir. Təbii ki, ona fikirləşmir. Biologların fikrincə əgər erkək tovuq kuşu o qədər uzun virusla həyatda sağ qala bilirsə, deməli bu güclüdür. Əgər vəhşi təbiətdə bu virusa baxmayaraq, vəhşi heyvanlardan qoruna bilirsə, özünə sığılacaq və səni müdafiə edirsə, deməli bu həyatda qalmaq üçün yaxşı aparatdır, yaxşı bir mexanizmə sahibdir. Ona görə də dişi tovuq kuşu şuurlu olaraq onu seçildir. İnsanlar isə əslində insanlarda da biraz bu proseslər keçmir. Təbii ki, qadınlar məsələn indi biraz pula məsələn üstünlük verir. Bu təbii bir şeydir əslində. Güc artıq güc doğru qalmır. Çünki vəhşi təbiətdə yaşamadığımıza görə gücün yerinə artıq pul əvəz edir. Onu da bizə sosial təəssüf baxırsa, sosial dediyinə təəssüf belə başa düşür.
Bu əslində o deməkdir ki, yəni pul güc faktorudirsa, o deməkdir ki, qadın deyir ki, mənim ailəmi qoruya biləcək bir səviyyədə də deyə algılayır. Mən genlərimi ötürdüyüm insan daha çox qoruyur. Bunu bayaqki söhbətlə əlaqələndirib, nəyə görə sevgi 3 il ərzində birinci niyə bəs bu hormonlar 3 il davam edir? Təhlükəli bir dünyada insanları bir araya gətirən hormonlara lazımdır, hisslər lazımdır. Bunlar ehtiras, nə bilim, bağlanma hissi, cazibə və sənin bunlardır. İndi təhlükəsiz şəraitdə görüşə bilirik, bir-birimizə məlumatlar ötürə bilirik, mesaj yazırıq, məktub yazırıq, təbii ki, üçün göndəririk. Əvvəllər elə olmuyor. Nəzərə alsaq ki, təkamül vaxtı insan vəhşi təbiətdə, çöldə, dağlar, meşədə, mağarada və sair belə yerlərdə yaşayır. İnsanlar bir-birlərinə bağlayan bir hiss olmalı. Bu da dediyim kimi ehtiras, cazibə bağlıdır bu hisslərdir. Bu hisslər insanlara, daha doğrusu kişini, qadını bir araya gətirir və 3 il ona görə davam edir ki, bir beyin 3 il ərzində o hisslərlə, o havada qala bilməz. Görürük, mesaj yazırlar, alırlar, havada qıdadır, nə bilim, dağları falan deşirliklər. Yəni 3 il bir beyin ondan davam edə bilmək. Yəni 3 il bir beyin o cür davam edəməsində, təbiətdə buna bir stop, bir son verməliydik. Ona görə də həm hormonlar 3 il müddətində yavaş-yavaş azalmağa gedir. Davamlı şəkildə o hisslər, məncə o hisslərin yerinə başqa hisslər də alır. Çünki bağlanmaq başqa, bağımlılıq başqa, bağ başqadır. Bir insanla bağ qurursansa, yəni 3 ildən sonrasını deyək. Tutqu, o həyəcan, o arzunu canlı saxlamaq üçün o zamanlar əgər hormon idisə, yaxşı, o hormonlarımızı hərəkətə keçirən, aktivləşdirən hansı davranışlarımız və ya düşüncələrimizdir? Hormonları təzən onda update deyil, yeniləmək lazımdır. Bəs nəyə görə içində bu hormonlar müddətdir? Bu hormonların içi olmasının səbəbi adətən içində deyil, 4 il ola bilər, 2 il ola bilər. Bir uşağın böyüyüb həyata qarşılaması üçün təxminən lazım olan vaxt 3 ildir. Doğulub həyata qarşılaması üçündür. Doğulub həyata qarşılamaq deməyən 20 il nəzərdə tutulub 2 il. Ona görə də hər iki valideyn uşağı böyütmək üçün dedi ki, məqsəd çoxalmaqdır. Uşağı böyütmək üçün bir arada olmalı. Ona görə də bu hormonlar insanlara bir arada tanıtılır ki, bunlar hisslər verir insana. Bağlanıcı hisslər böyle teşvik verir, sevgi verir. İnsanlar fərqli deyirlər, amma və təxmin olaraq deyil. 3 ildən sonra bu hormonlar azalır. Denir ki, qadın daha seçicidir, amma kişi seçici deyil. Və əgər 3 ildən sonra ailə daxili mübahisədə yaranırsa, tərəflər arasında bir mübahisə yaranır ki, sən əvvəl belə deyildin, çox dəyişmirsən. Əslində hər ikisi də eynidir, əvvəldən o cürüdür. Burada əsas məsələ bir şey də deyil. Əgər dopamin, serotonin, bu hormonlar ifraz olunursa bu ildə, beyin məntiqi nəticələri, əgər bu hormonlar ifraz olunursa, beyin məntiqi nəticələri göz ardı edir. Asılıqlarda da belədir. Tüp mövzuları danışdığımız hangisini birləşdirəcək. Bayaq danışdıq ki, hormonlar zihnimizi ələ keçirə bilirlər, düzdür. Əgər məqsəd çoxalmaqdırsa ki, əsas şərtlər odur. Əgər bu hormonlar ifraz olunursa, beyin qarşıdakı partnyoru ideallaşdırır. Bəlkə də görürsünüz, məsələn, bir adam bizə uyğun olmayan, çox pis, çox eybəcər bir adamlar evlənir. Ya ola bilər, çox pis xasiyyətli olsun, çox pis asıllı olsun. Ya qızdır, ya oğlan onu sevir. Bayaqdınızı başqaları deyir, evlənmə falan, amma eyni evlənməklər o seçirlər. Çünki o hormonlar zihnimizi ələ keçirə bilirlər. Məsələn, bir insan sigaretin, qumarın, içkinin pis olduğunu bilir, başa düşürdüydür. Bəs onu niyə istəyir, niyə əldə eləməyə çalışır? Çünki onlar beyin dopamin alırsa əgər, qalan şeylər göz ardı edir, nəticələrini göz ardı edir. Çünki onu ideallaşdırır. Əslində şuur altıdan proses gedir. Bayaq Röyələ xanım
dediyi kimi əslində bizim şuuraltımızdakı olan özgüvənsizlik, ya nə bilim dəyərsizlik hissi və yaxud da başqa bir hisslər çoxdur təbii ki, bunu göstərə bilmir, amma qarşı tərəfdən onun bir nəbzə də olsa sakitləşdirdiyini ya da onun yanında çox özgüvənliyəm, çox yaxşıyam. Əslində məncə qarşı tərəfə biz aşiq olmuruq. Yanındakı his, yəni onun yanında o hisslərə aşiq oluruq. Ona görə misal üçün keçmişdə sevdiyim biri var idi və mən onu unuda bilmirəm. Deyirəm, əsas nəyi unuda bilmirsən? Yəni əsas buradakı kök nədir? Oturub fikirləşəndə əslində onun yanında olan o sərbəstliyi, onun yanında nə bilim o komfort mu deyim, ya da özgüvəni, dəyərli hiss etməyimi, əslində adamın aşiq olduğu, onun yanındakı olduğu o X-də, yəni Rugiyə deyək. Onun yanında olan o Rugiyə deyək, aşiq olur. Heç o insana aşiq olmur. Budur sizin dediyiniz kimi qarşıdan hansı hormonları deyək. İndi dopamin dedik, okey, bu başqa bir hormonal proses ola bilər. O faktor digərlərini göz ardı eləyir və deyir ki, nə olsun mənə şiddət uyğulayıb ya da nə olsun mənə belə bir xəyanət eləyib, misal çəkirəm, ya da fərqli bir şey ola bilər. Yəni əsas bizim o hisslərimiz əslində ehtiyac duyduğumuz, yəqin ki, o hisslərdir ki, biz onu qarşı tərəfdən alırıq və deyirik ki, aha. İndi biz burada daha çox insandan dedik asıllıq, amma sizin də qeyd etdiyiniz kimi bu sadəcə insan olmaya bilər, dərman ola bilər, siqaret ola bilər, narkotik ola bilər. Yəni asıllıq yaradan hər şey ola bilər ki, burada sadəcə biz ona görə insana daha çox vurğuladıq ki, hər kəs asılılığı buradan görür, amma bu dəqiqə sosial şəbəkələrdə insan telefondan başını qaldırıb durmur. Daima elə bir ki telefonla ya da televizor deyək. İndi düzdür, televizor da həyatımızdan yox olmağa başlayır, amma daha çox adamın sosial mediadakı o göstərdiyi imaj, o göstərdiyi insan daha maraqlıdır. Nəinki həyatda bütün gün heç bir şey edib nail olmayadığı, yəni nə bilim, hal-hazırda olan insandansa göstərdiyi insan daha yaxşı gəlir. Bu da əslində asılılıqdır. Başqası kimi görsənməyə çalışmaq. Yaxşı, burada şuuraltımızdakı, tamam, bu psixoloji tərəfi biz dedik. Amma burada neyronlarımızın əslində artıq məsuliyyət kimi mən görürəm olmadığımız ya da qarşı tərəf bizə zərər versə belə biz onun yanına. Yəni artıq bir daş daşıyırıq sanki beynimizdəki. Mən bunu sırf bu dozanı almaq üçün bunlara qatlanıram, buna dözürəm. Yəni insanların bu asıllıqdan mübarizə deməyim də, yəni bu mübarizə hər kəsə şəxs məncə individualdır. Amma sırf asıllığın yaradan və bunu neurosiqnallar deyək də, beynimizin bizə verdiyi siqnallardır ki, sən adam asılıdır amma bilmir ki, heç asılıdır. Misal çəkirəm, adi hər kəsin dediyi bir fraza. Mən siqareti nə vaxt istəsəm ataram. Amma heç vaxt ada bilmir. Yəni əslində demək istəyirik ki, bizə zərər verdiyini bildiyimiz halda nəyə görə yenə onu etməyə ya da seçməyə davam edirik? Və necə deyək ki, bundan asılı olduğumuzu görək. Deyək ki, bundan mən asılıyam. Ya bunu özü bir çarəsini, yəni necə deyim, asılılıqdan qurtulsun, ya da qurtulmaq üçün addımlar atsın. Deməli, beynimizdə ventral teknik adədəşinin yeri var. Əgər elədiyimiz bir şey bizim xoşumuza gəlirsə, o da dopamin vəzi olur. Dopamin də gedir, optimizm və beynimizdə bir yer var. Həmin hissəni qıcıqlandırır və o bizə həzm etmək başlayır. İnsan təbiətdə, təbii olaraq bir şeydən həzz almaq mümkün proqram. Ümumiyyətlə, dopamin sisteminin mükafat cəza sistemi də deyirik. Dopamin ətraf dünyada bizim beynimizə kodlayan bir sistemdir. Məsələn, deyək, insanlar mağaradan çıxıb gedirlər, qabaqlarını bir çoğuşdur, onu deyirlər, onun zərərli, zəhərli, bunlara fayda verib verməyəcək, dopamin sistemi beynindən kodlayır. Biz də bu cür ətrafda yeyib içdiyimiz hər şeyi bizim üçün sağlam, qidalandırıcı,
Mesela olduğunu necə bilə bilirik? Əgər elə bir şey xoşumuza gəlirsə, beynimizə dopamin söyləyir. Və biz də onu koduyuruq. Məsələn, səhər durub ərzimiz yürüyürsə, orada da psixolog dopamin kodlaması. Biz düşünmürük ki, məsələn, ərzimiz yuvarlaq evdən çıxsa, fikirləşməli ki, mütləq evə qayıdıb, yükünü yuvarlayırsa, günə başlaya bilməli, ağlını orada qalacaq bana. Çünki orada sıfırda dopamin. Əgər elə bir şey beynimizdə həddindən çox dopamin qazına səbəb olursa, beynimizdən dopamin təkrar əldə eləmək üçün bir savaşa başlayacaq. Bədənimizin verdiyi fiziki aktivlik dopamini daha çox qaldıran faktorlardan biridir. Dopaminin bir funksiyası da Cinsel istək məncə dopamini daha çox. Sırf deyil. İnsan şuur sonradan olub düzdür. Məsələn, heyvanlara baxsaq şuursuz hərəkət edirlər. Onlar da nədənsə dopamin alırlar. Biz şuurumuz olmazdan əvvəl insan və insanlığın həyatda qala bilməsi üçün, nəsə artıra bilməsi üçün beyində dopamin sistemi ona görə quruldu ki, şeylər insan özü dəliqdən buraxılmasın. Çünki insan yoxsa yemək yeməzdirsə, hərəkət eləməzdir, sosiallaşmazdır. İnsan öz şuuruna buraxılsaydı. Yəni, bunlar avtomatlaşdırılır. Acıqsa yemək yeməsə, belə bir sosiallaşmalısa, ona görə yasa toya falan gitməkdən həzz alır. İnsan 5 şeydən təbii olaraq dopamin alır. Həyatdan ideallanmalı, cinsel əlaqə, hərəkət, sosiallık və yenilik şey. Bu 5 şeydən insan təbii olaraq dopamin alır. Əgər elədiyimiz bu 5 şey isə, dediyim kimi, ventral tekniklər ya da dopamin çıxırı da məsələsinə gedir, insanı həzm edir. Bir hissəsi də frontal korteksə gedir ki, elədiyimiz hər şeydən nəticə onu yadda saxlaya bilir. Dolayısıyla üçün deyirəm, ventral tekniklər yaddan çıxdı, dopamin. Bir hissəsi akım məsələsinə gedir, bir hissəsi də frontal korteksə gedir. Akım məsələsinə gedəndən həzz alırıq. Frontal korteksə gəlirdə yadımızda saxlayırıq. Deyirik, o nəyi edirik, nə eləmişiksə bir deyirik. Əgər həddindən artıq dopamin almışırsa, frontal korteksə həddindən artıq dopamin gələcək və beyin onun bütün detallarını yadına saxlayacaq. Bəlkə ola bilər ki, yediyimiz bir yaxşı yemək olsun, söhbət olsun, ya hərəkət olsun, bəlkə yoxdur. Əgər bu bizə yaxşı gəlirsə, beynimiz onu yadında saxlayır və təkrarlamaq üçün bir mübarizəyə başlayır. Əslində bu suala cavab verir ki, iradə bizdə deyil. İradənin gücü dediyimiz şeylərdən biri. Burada əsas bir şey də var ki, əgər belə beyin onu dəfələrlə təkrar edirsə, məsələn, deyir ki, sigaret, dilic gibi hər vəzi dəfələrlə təkrar edirsə, birinci bunu deyil, tübək şeydən əlavə, mütləq deyil, metil, spiriz deyil, narkotik vasitələrin tərkibində olan açıq beyin qandamaq variyyonu keçə bilən maddelərdə həmin ventral teknikləri təsir edib, o dopamin sintezinə səbəb olur. Və əgər yenə deyil, həddindən artıq sintez olursa, asıllıq yardır. İnsanlığı bağlı, asıllıqca bitirəkdir. Yəni, bu 5 şeydən əlavə edilən şeylər var ki, asıllıqdır. Bir baxsaq, əgər yemək asıllığı var, şəkər var, həddindən artıq şəkər istifadə etmək, yemək, həddində sosial şəbəkədə sibersə, sosiallıq var, sosial şəbəkə asıllığı online, hərəkət asıllığı var, hərəkət eləmək istəyirlər. Həzzi haradan alırsa, həzz dediyim şey təbii ki, dopamini daha çox oradan ora yönlənir. Hətta işkolik olan insanlar da məncə elə deyilmi? Ola bilər. Yəni işindən, daima işindən, başqa heç nədən həzz almır adam. Çünki orada özünü da dediyiniz o bəli var edir, istəklərini ya da öz gücünü fərqinə varır. Dopamin əslində öz gücümüzü fərq etmək deyilmi? Yəni daxilimizdəki o alovu ortaya çıxartmaq. Pul qədəm, yəni pul sadəcə bir axırdakı verilən bir kubok deyək, bir prizdir ki, hə, buyur, sənin Bizim mükafat alma sistemimiz də var ki, işləməyin qabağında biz mükafat gözləyirik. Bu da olabilir. Burada əslində çox işləyən bir insanda bir psixoloji neyse bir şey olabilir. Əvvəldən olan hansısa bir psixoloji təsir olan bir hadisələ qarşılaşır. Kimdən üstün olmaq istəyir və yaxud da bir məqsədə pul qazanmaqdırsa, insanda frontal korteks daha çox digər canlıların nisbətən inkişaf elədiyinə görə insan həzz ala biləcəyi şeylərin simülyasiyasını beynində qura bilir. Məsələn, deyək ki, mən vücudumdan çıxarsa, beynində canlandırır. Məsələn, deyək ki,
Yolunu parka varacak mesela. Yani şimdi dostumla dedi görüşeceğim. Dedi ki pardası oturup yemek yiyeceğim. Birinci gün diyesen burada alsı vereden çok dopamin verirse buna tez yolu değil. Ona doğru geliyor. Bir şey de var. İnsan eğer bir şeyden dopamin alacaksa onun lezzeti, onun tabi insan için uzaklaşır. Mesela geçirdiğince bütün göre danışmıştım yoksa yok. Mesela yemek lezzetli prosesi. Mesela ama ondan lezzet almak diye o bize rahat gelir. Çünkü sağlıklı bir şeydir. Lezzetli prosesler ama ondan sonra da haz alacağımızı bildiğimiz son proses bize çok rahat gelir. Həzz anlığı bir duyğudur və onun gətirdiyi o duyğuyu da biz xoşbəxtlik deyə adlandırırıq. Amma xoşbəxtliyi uzun bir şeyə çevirmək istəyirsə, bunu hüzura çevirməliyik. Xoşbəxtlik də anlıqdır zaten. Məqamlardan, hansısa məqamlardan ibarətdir. Amma onu biz içsəlləşdirdiyimiz zaman o bizim hüzura çevrilir. Hüzur daxili bir şeydir. Xoşbəxtlik isə xaricdən gələn bir şeydir. Həzz də xaricdən gələn bir şeydir. Onu daxilimizə işlədiyimiz zaman, o zaman biz huzurda olduğumuz zaman biz bir şeylə yetinməyi bacarmağı bilirik. Biz bir şeylə yetinməyi bildiyimizdə bu bizə daimi xoşbəxtlik gətirir. Yəni o bir şeydən hər zaman acılıq duymuruq da, amma o bizə xoşbəxtlik özümüzü deyirik ki, bəli mən axışdayam deyə bilirsən, bir yerdə deyə bilirsən, Xoşbəxtəm deyə bilirsən. Deyilən. Məncə burada asıllıq bir qaçış yoludur. İnsanların özündən, öz qorxularından, o huzurdan qaçış yolu, üzləşməkdir məsələ məncə. Təbii ki, burada şuur altıdan daha çox gedir söhbət. Bunu bize veren bir sistem var. İnsan xoşbəxtlik için birinci layıqlıqdan ders var. Bir de Cenab-ı Hak her sabah sen beni uçuyor, düşünür ki bu uçuyor. Ben de ilerle her olabilirsiniz. Xoşbəxt olabilirsiniz daha doğrusu. Ama xoşbəxtliyin hormonları həzzin hormonu topazıqdır. Eğer bir insan bir şeyden hərz alırsa, orada dopamin çıxır. Ve xoşbəxtlik qaçaraq arkasında bir elde olunca bir şeyin verir. Xoşbəxtlik içdən gələn bir şeydir. Və eğer bir insanın kədərli ihtiyaclarının yerindədirsə, təməl ihtiyaclarını bilirsə, artıq əlavə istəməklər o həzz alması üçündür. Həzz üçün istəyir və deyil. Doğru da sizin üçün bir şey. Mesela hiç bu ev olması olmalı istəmir. Ama ev olması bir aşağıdaki insan ev olması olması. Ondan bir aşağıdaki insan o hemen insan ki böyle gelir. Yani eğer bir insan həzz alınca qaçacaqsa həyatını itirəcək. Eynən. Həyatını məhvələkçi olacaq. İnsan başa düşməli ki, mən bu arsasında qaçışların şeylərimizə istədik. Pul və sərvət, pul, marşrut, hamısında sipalmarışlar. Məsəliyyət ki, bu gün həyatın məhəyyət gedən bir ilin gedir, o ilin bu marşlar baxışını sərf edilənsə, o marşlar alandan sonra alacağım həzz bir ay falan, bir ay həzz daxilindən özü yerli koysa hissəyə. Amma sonra daha çox bu istəyəcəm. Yəni, bu bədəni bəzilər doğru bilmək. Ona görə də həyatımıza anlam qatmaq lazımdır. Həzz dalınca qaçmaq deyil də, həyatımıza anlam qatmağı bilməyi bacarmaq lazımdır. Həzzdən daha yaxşı bir şey var, insan yaradıcı olmazsa. İnsan həzz alanda təcrid dopamin alır və yaradıcılıqdan məşğul olanda beynimizdə insula dediyimiz bir hissə var. Dua, kommunikasiya, namaz, düşünlər vaxtda aktivləşir. Həmin hissə. Heyvanlar cərrahatlarının araşdırmalarını gördük ki, həmin insula bölgəsi bədənlərinə gələn siqnalları şərh edir. Acılıq ola bilər, toxluq ola bilər, sürüqlük ola bilər və s. Yəni, bədənimiz dünyamızın məlumatlarını, siqnallarını şərh edir, ayrılaşdırıb həmin insula bölgəsi. İnsanda da belədir, amma insanda bir rəng var. Gördük ki, insanlar yaradıcılıqlar məşğul olub. Yaradıcılıq deyəndə güncə sənət, ədəbiyyat ola bilər, musiqi ola bilər, rəsm ola bilər. Bu vaxt aktivləşir. Yəni, belə nəticə gəlir ki, necə ki, yaşamaq üçün içimizdən gələn bu siqnallara ihtiyacımız var. Deməli, yaradıcılığa da eyni qədər ihtiyacımız var. Ədəbiyyat, musiqiyə, incəsənətlər. Ona görə deyilən ruhun qidasıdır. Bu səbəbin nədir? Yaradıcılığa bu qədər ehtiyacımız olmaqsa, həmçə danışırıq dilini, əgər
paltarsız gəlsə, müddət üzləri donup ölə biləcək bir canlıdır. Yəni bu həyatda yaşamalıdır. Çünki avadanlığımız yoktur. İnsan digər canlılardan fərqləndirən əlavə bir mexanizmə ehtiyac duymasıdır. Aparatlarına, maliyətə ehtiyac duyur yaşamaq üçün. Çıplaq gəzsək, hipotermiyadan ölərik. Biraz da 0 dərəcəyə stab gətirə bilmək. Yəni bir şey ehtiyacımız var daima. Təkamüldən düşünərək bilərik ki, məsələn, başqalar hansısa bir heyvanı, bu canavar, məsələn, görkəmən var, həmin dövrdə hansısa heyvanlar yaşayıblarsa, biz bunları necə istifadə edə bilərik, həyatda qala bilməyimiz üçün. Məsələn, bundan paltar, kik falan hazırlaya bilərik. Yaradıcı olduqlar, həyatda qala bilirlər. Deməli, yaradıcılıq həyatda qalmalı dəstəkləndiyi üçün bizə bu qədər zövq verə bilir. Və biz həzləri adətən iki yerə ayırırız. Bir, elektrik həzləri deyirik, diqqətlə də yüksək həzlər. Bahalı deyirik, yüksək həz deyirik. Çünki onu əldə həmin çətin məsələdir. Bu həzləri ala bilərik, ətrafımızda olan maddi şeylərdən ala bilərik. Amma yüksək həzləri bir, necə deyil. Amma yüksək həzlər üçün bir enerji sərf eləməliyik, bir ömür sərf eləməliyik. Məsələn, yaradıcı olmaq üçün, məsələn, bir şey çəkməyi bacarmaq üçün də sərf. Yəni bir şey, sən bir enerji olmalı, bir efor sərf eləməliyik ki, həmin şey əldə edə bilir. Onda artıq insan şəkləçmək deyirlər. Ondan tək dopamin yox, endorfin, oksitosin, serotonin, bir neyrotransmitterlər, feminimizə neyrotransmitterlərin hamısıdır. Hətta endorfin alır ki, saf morfindən 100 qat daha çox alır kəsib. Deməli, o zaman yaradıcı olmağımız bizim həyatda var olma, yararlı olma, həyatda bunu bizə göstərir, bunu bizə xatırladır. O da yana görə yaradıcı, mən də şəxsən özüm yaradıcı insanam və yaradıcı insanlarda bir başqa dəyər verirəm. Hər bir insanın içərisində yaradıcılıq var. Əsas odur ki, onu tapıb çıxardıq. Kəşf et. Bəli. Çox sağ olun. Təşəkkür edirik gəldiyinizə görə. Çox maraqlı bir podkast oldu. Sadəcə burada danışılanlar deyil, bundan öncəsi də var ki, biz çox danışmışıq. Amma yenə də yetmədi bizə. İnşallah bundan sonraki podkastlarda yenə görüşmək üzrə. İnşallah növbəti podkast mövzularımız məncə elə bunun ardı kimi gedir. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun. Sağ olun. Çox xoş oldu.